Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz 5-ci sinif texnologiya dərsliyindən 10-cu mövzudur. Oduncaq materiallarının mişarlanması və təmizlənməsi. Bəli, necə mişarlayacaq, necə təmizləyəcək, bunu biz mövzudan öyrənmiş olacaq. Gəlin görək ümumiyyətcə mişarlama nədir? Mişarlama oduncağın emalında həm vacibdir, həm də məsuliyyətlidir. Necə ki, əvvəlki mövzularda öyrənmişdik, ölçmə, nişanlama vacibdir və eyni zamanda məsuliyyətli işdir. Bəli, mişarlama da oduncağın emalında ən vacib və məsuliyyətli əməliyyatlardan biridir. Əgər biz onu düzgün yerinə yetirsək, detalın keyfiyyətini yaxşılaşdırırıq. Təmizləmə və rəndələnmə üçün emal payını və detalın hazırlanma vaxtını azaldırıq. Oduncağa qənaət edirik. Gəlin bunu belə izah edeyim, müəllimlər. Bax, dedik ki, mişarlama vacibdir, eyni zamanda məsuliyyətlidir. Təsəvvür eləyin ki, bizə lazımdır 15 santimetrlik bir tircik, belə deyək, 15 santimetr. Biz bunu kəsmişik 17 santimetr. 17 santimetr. Bu zaman nə edirik? Biz 2 santimetr ya yenidən kəsməliyik, ya rəndələməliyik. Bu da nəyə gətirib çıxarır? Biz bunu yenidən kəsmək üçün vaxta qənaət edə bilmirik. Bəli, oduncağa qənaət edə bilmirik. Bax, 2 santimetr əlavə kəsib atacağıq. Düzdür? Detalın hazırlanma vaxtını azalda bilirik. Yenidən təmizləmə, rəndələmə işi aparırıq. Bəli, deməli biz bunu düzgün yerinə yetirməliyik. Düzgün yerinə yetirməliyik ki, detalın keyfiyyətini yaxşılaşdıraq. Düzgün yerinə yetirməliyik ki, təmizləmə və rəndələmə üçün emal payını, detalın hazırlanma vaxtını azaltmayaq. Oduncağa qənaət edək deyə biz onu düzgün yerinə yetirməliyik. Gəlin görək mişarlama nədir? Mişarlama yeri nəzərə alınmaqla. Bəli, baxın, buradan kəsmək istəyirəm, düzdür? Bu yeri nəzərə alıram. Mişarlama yeri nəzərə alınmaqla oduncağın hissələrə kəsilməsi prosesidir. Deməli, mişarlama yeri nəzərə alır. Bu 1 hissə, bu 2 hissə, bu da 3 hissə. Bəli, mişarlama yerini nəzərə aldıq, oduncağı hissələrə kəsdik. Bəs mişarlama yeri nədir? Hansı ki, biz mişarı qoyduq kəsməyə. Kəsmə zamanı mişarın yaratdığı yarıq nə oldu? Mişarlama yeri oldu. Deməli, oduncağın mişarlanması həm əl mişarı ilə, həm də elektrik mişarı ilə yerinə yetirilə bilər. Həm əl, həm də elektrik. Əl mişarlarına bıçqılar, yaylı mişarlar, elektrik mişarına isə diskli elektrik mişarı daxildir. Deməli, gəlin mişarların növlərinə baxaq. Mişarlar növlərinə görə bıçqılar, bax, A şəklində verilən bıçqılardır. B şəklində verən yaylı mişarlardır. C şəklində də diskli elektrik mişarlardır. Bax, bu bıçqılarla yaylı mişarlar əl mişarlarına aiddir. Diskli elektrik mişarı da elektrik mişarlarına aiddir. Məktəb emalatxanasında hansı mişardan istifadə olunur? Xarrat mişarından. Xarrat mişarından istifadə olunur. Xarrat mişarı hansı hissələrdən ibarətdir? Bax, zolaqdan, dişlərdən və bir də dəstəkdən ibarətdir. Bir də baxaq, texnologiya dərslərində emalatxanada hansı mişardan istifadə etdik? Xarrat mişarından. Bəs bu xarrat mişarı hansı hissələrdən ibarət oldu? Zolaqlar, dişlər, dəstəklər. Zolaq, diş, dəstək. Gəlin mişarların dişlərinin formasına baxaq. Baxın, bu A şəklində sadəcə mişarın dişləri. Bax, hamısı bu istiqamətdə baxır, belə deyək. Uc hissələri düz istiqamətdə baxır. Bu olacaq eninə mişarlamaq.
hər hansı məmulatı eninə mişarlayırıqsa, biz hansı mişardan istifadə edəcəyik? Bax, A şəklində olan mişardan. Eninə mişarlamadan. Lifləri eninə və uzununa eyni zamanda bir mişarda həm eninə mişarlayırıq, həm də uzununa. O zaman hansı mişardan istifadə edirik? B şəklində olan mişardan. Gəlin bunların dişlərinə baxaq. Dişləri 90 dərəcə bucağı təşkil edir. Alfa nəyə bərabərdir? 90 dərəcəyə. Bəli, hər bir diş 90 dərəcəyə bərabərdir. Deməli, alfa 90 dərəcəyə bərabər oldu. Hansında həm eninə, həm də uzununa mişarlamada. Bəli, uzununa və eninə mişarlamada. Bəs uzununa mişarlamada hansı dişlərdən istifadə edirik? Hansı mişardan istifadə edirik? Baxın, bu şəkildə göründüyü kimi baxın, mişarın dişləri 90 dərəcədən kiçikdir. Bax, belə olsaydı 90 olacaqdı, düzdür? 90 dərəcədən kiçik olan bucaqlar, hansı ki C şəklində olan uzununa mişarlamaq üçün mişarın dişlərindən istifadə edirik. Yəni, forması bax bu formadadır. Alfa nəyə bərabərdir? Alfa 90 dərəcədən kiçikdir. Amma həm eninə, həm uzununa mişarlamaq üçün alfa nəyə bərabər olurdu? 90 dərəcəyə. Elə bilirəm ki, burada çətin bir şey yoxdur. Məktəb emalatxanasında xarat mişarından istifadə elədik. Xarat mişarı zolaqdan, dişlərdən, dəstəkdən ibarətdir. Dişlərin forması necə idi? Eninə mişarlamaq üçün, baxın, dişlərin hansı ki kəsici ucları hər biri üzü aşağı, belə deyək, düz baxırdı. Bəs həm eninə, həm uzununa mişarlamada necə idi? Alfa 90 dərəcəyə bərabər idi. Yəni, mişarın dişləri 90 dərəcəyə bərabər idi. Bəs eninə, üzr istəyirəm, uzununa mişarlama üçün necə idi? 90 dərəcədən kiçik olmalıdır. Bucaqlar 90 dərəcədən kiçikdir. Yəni, alfa 90 dərəcədən kiçikdir. Növbəti slayda baxaq, müəllimlər. Xarat mişarının əsas hissəsi kənarında kəsici dişlər çərtilmiş zolaqdır. Kənarında kəsici dişlər çərtilmiş zolaq. Bax, əsas hissəsi budur. Baxın, bunların hər ikisi. Kənarında kəsici dişlər çərtilmiş zolaq. Müxtəlif bucaqlar altında pəstəhan liflərinin eninə dəqiq mişarlanması üçün mişarlama qutusundan istifadə edirik. Əvvəlki dərsdə biz öyrəndik mişarlama qutusu nə idi? Tərtibat idi. Dedik ki, müxtəlif bucaqlar altında pəstəxları mişarlayırdıq. Necə? Dəqiq. İndi gəlin daha dəqiqini öyrənək ki, mişarlama qutusu hansı bucaqlar altında biz mişarlaya bilirik oduncağı. 30 dərəcə, 40 dərəcə, 45 dərəcə, 60 dərəcə, 90 dərəcə bucaq altında. Baxın, 4 sıfırımız var və ortada bir 5-imiz var. 30, 40, 45, 60, 90 dərəcə bucaq altında mişarlamaq üçün mişarlama yerləri olan, baxın, mişarlama yerləri buradır. Mişarlama yerləri olan iki tircikdən və bir təməldən ibarətdir. İbarət olan qurğudur, tərtibatdır. Nə? Mişarlama qutusu. Mişarlama qutusu işin rahatlığı üçün verstakın sıxaclarında bərkitmək olar. Yəni, işimizi rahatlaşdırmaq üçün tərpənməsin. Harada quraşdırdıq? Verstakın sıxaclarında. Verstakın neçə sıxacı var idi? Ön sıxac var idi, bir də arxa sıxac var idi. Bəs bu ön sıxac, arxa sıxac verstak altındaydı, yoxsa verstakın üst taxtasında?
təbii ki, Verstaqın üst taxtasındaydı. Eyni zamanda Verstaqın üst taxtasına nə deyirdi? Qapaq deyirdi. Mişarlama qutusunda mişarlama zamanı pəstahı sol əlin baş barmağı ilə, baxın, pəstahımız budur. Bunu sol əlin baş barmağı ilə tirciyin yan tərəfinə, yəni bax bu yan tərəfə, bax bu divara sıxırıq. Pəstahdakı nişanlama xətti. Baxın, pəstahda buranı nişanlamışıq, buranı kəsmək istəyirik, düzdür? Pəstahdakı nişanlama xətti mişarlama yerinin qarşısına düşsün. Mişarlama yerinin qarşısına düşsün. Baxın, hansı ki biz yaylı mişardır da, bu düzdür. Yaylı mişarı mişarlama qutusunun boşluqlarından, hansı ki tircikdə olan boşluqlardan keçirməklə nişanladığımız yerlə üst-üstə düşməlidir. Və üst-üstə düşəndən sonra kəsə bilərik rahat şəkildə. Eyni zamanda dedik, onu daha yaxşı, möhkəm, işimizi rahat qurmaq üçün nə edirik? Verstaqın sıxacında bərkidirik. Belə, növbəti slaydımıza keçid edək. Xarrat məmulatları hazırlanarkən onların təmizlənməsi və emalı zərurəti meydana çıxır. Təmizlənməsi və emalı. Oduncağın təmizlənməsi üçün törpü, yeyə, suvand və ya cilalayıcı sumbata kağızı lazımdır. Deməli, təmizləmək üçün bizə nə lazımdır? Təmizləmək üçün bizə nə lazımdır? Törpü, yeyə, suvand və sumbata kağızı lazımdır. Törpü nədir, müəllimlər? Gəlin baxaq. Törpü iri kərtikləri olan tircikdir. Necə tircikdir? Tablandırılmış tircikdir. Bəs tablandırma nədir, müəllimlər? Tablandırma, bu da termiki emalın bir növüdür. Poladı 30-50 dərəcədən yuxarı qızdırıb, həmin temperaturda saxlayıb və sürətlə soyutmaq bu tablandırmadır. 30-50 dərəcədən yuxarı bu nədir? Böhran temperaturudur. Böhran temperaturu. Deməli, bir də ümumiləşdirək. Tablandırma termiki emalın bir növü olub, poladı böhran temperaturundan, yəni 30-50 dərəcə Selsidən yuxarı qızdırıb, həmin temperaturda saxlayıb və sürətlə soyutmaqdan ibarətdir. Bəs bunun məqsədi nədir, müəllimlər? Biz metalı, belə deyək, poladı qızdırıb, anidən soyduruqsa, bu poladın bərkliyini, möhkəmliyini artırır. Bərkliyini və möhkəmliyini diqqətlə dinləyək. Bəli, bərkliyini və möhkəmliyini artırır. Törpü nə idi? İri kərtikləri var idi törpünün. Tablandırılmış metal tirciyi idi. Bəs yeyə nədir? Müxtəlif hündürlükdə kərtikləri olan. Müxtəlif hündürlükdə kərtikləri olan tablandırılmış metal tirciyidir. Yeyədən bərk oduncağın emalı, emalı və məmulatın təmizlənməsi. Təmizlənməsi üçün istifadə edilir. Deməli, törpüdə necə idi? İri kərtiklər var idi. Yeyədə müxtəlif hündürlükdə kərtiklər var idi. Suvand isə xırda kərtikləri olan tablandırılmış metal tirciyidir. Suvand. Bunları çobudluğuna görə götürsək, törpü daha çobud işlər görür. Yeyə ona nisbətən belə deyək, bərk oduncağın emalında biz istifadə edirik və yaxud da məmulatın təmizlənməsində. Suvandı isə, suvanda xırda kərtikləri var. Əyri xətli səthləri emal edirik. Məmulatların təmizlənməsində suvanddan istifadə edirik. Deməli, əvvəlcə törpü, sonra yeyə, sonra suvand. Daha sonra da sumbata kağızı. Sumbata kağızı nə üçündür? Ümumiyyətlə nədir sumbata kağızı? Şüşəni, metalı, taxtanı, daşı cilalamaq və parıldatmaq, hamarlamaq, sürtüb təmizləmək. Təmizləmək üçün üzərinə lay şəklində, baxın belə bir deyək ki, lay şəklində mineral ovuntusu, üzərinə mineral ovuntusu yapışdırılmış kağız və ya parçadır. Deməli, sumbata kağızı nə idi? Deməli, biz bununla nə iş görürük? Sürtürük, təmizləyirik, parıldadırıq, cilalayırıq. Nəyi?
şüşəni, metalı, taxtanı, daşı. Bəli, bunları sürtüb cilalamaq üçün istifadə edirik. Bəs bu sumbata kağızı nədən ibarətdir? Kağız və ya parçadan. Kağızın və ya parçanın üzərinə mineral ovuntusu yapışdırılmış, belə deyək, məmulatdır, belə deyək. Cilalamaq üçün parçadır, kağızdır, üzərinə mineral ovuntusu tökülmüşdür. Və bu sumbata kağızı iri dənəcikli ola bilir, bir də kiçik dənəcikli ola bilir. İri dənəcikli sumbata kağızı qalın təbəqə çıxarır. Deməli, oduncaqdan necə təbəqə çıxarır? Qalın təbəqə. İri dənəcikli. Kiçik dənəcikli isə ağartma, pardaxlamada biz kiçik dənəcikli sumbata kağızından istifadə edirik. Ağartma və pardaxlamada. Deməli, gəlin baxaq. Oduncaqdan olan detalların təmizlənməsi üçün alət və tərtibatlar göstərilib. Məsələn, A şəklində göstərilib nə? Törpü. Baxın, biz tərtibatı əvvəlki mövzuda mən izah eləmişdim. Tərtibat nə idi? Əməliyyat aparmaq üçün işi yüngülləşdirən ləvazimat və ya qurğudur. Deməli, hər hansı bir məmulatın üzərində əməliyyat aparırıq və bu əməliyyatı apararkən bizim işimizi yüngülləşdirən ləvazimat və ya qurğu nə oldu? Tərtibat oldu. Bəli, A şəklində gördüyümüz nədir? Törpüdür. B şəklində gördüyümüz yeyədir. Yeyə hansı hissələrdən ibarətdir? Gəlin baxaq. Bu gördüyümüz dəstəkdir. 2 gördüyümüz üzükdür. Bəli, üzüyə də bənzəyir. 3-cü şəkildə gördüyümüz dabandır. Daban. 4 tircik. Bəli, tircik. 5 kərtiklər. Kərtiklər nədir? Elə bil ki, metalın üzərində girintili, çıxıntılı belə hissələrdir və yaxud da ki, çimdiyilən, belə deyək də, şəkər buranın üzərinə çimdiyləyirlər, belə makkaşla. Girintili, çıxıntılı belə təsəvvür eləyək də. Və bunun sayəsində biz nə edirik? Təmizləmə işini aparırıq. Bəli, 5 dediyi kərtikdir, 6 da uc hissəsidir. Gəlin bir də baxaq. Yeyə hansı hissələrdən ibarət oldu? Dəstəkdən, üzükdən, dabandan, tircikdən, kərtikdən, bir də ki, ucdan ibarət oldu. C şəklində də yeyələrin, bax, hansı ki, uc hissələrinin, yəni kəsikləri görünür. Bəli, bax, bu şəkildə gördüyümüz yeyələrin profilləridir. C şəklində gördüyümüz suvandlardır. Deməli, A şəklində törpü, B şəklində yeyə, C şəklində suvand, D şəklində törpü ilə necə təmizləmə işi aparılır? Bax, o göstərilir. Əziz müəllimlər, bax, burada sıxıcı göstərilir. Sizcə bu ön sıxıcıdır, yoxsa arxa sıxıcıdır? Bunu özünüz üçün cavablandırarsınız. Daha sonra Y şəklində tirciyə bağlanmış sumbata kağızıdır. Bununla işləmək daha rahat olduğundan, bəli, sumbata kağızını tirciyə bükülmüş vəziyyətdə göstərilir. Ə şəklində də sumbata kağızı ilə işləmə qaydası irəli-geri sürtməklə neynirik? Təmizləmə işini, cilalama işini aparırıq. Daha sonra gəlin təhlükəsiz iş qaydalarına baxaq. Deyir ki, nasaz və küt bıçqı ilə işləməyin. Bəli, nasaz və küt bıçqı ilə işləməyin. Sol əlinizi mişarlama yerinə yaxın tutmayın. Təbii ki, əlimizi kəsə bilərik. Verstak üzərinə bıçqını dişləri sizdən kənarda olmaqla qoyun.
Bəli, bıçqını elə qoymalıyıq ki, dişlər bizdən kənarda olsun. Mişarlamanı müvəqqəti olaraq dayandırdıqda bıçqını mişarlama yerində saxlamayın. Yonqarı üfürməməliyik. İş yerindəki yonqarı nə ilə təmizləyirik? Fırça ilə təmizləyirik. Və bu da bizim hansı ki, oduncaq materiallarının mişarlanması və təmizlənməsi mövzusu. Bu mövzuda bu qədər müəllimlər. Allah zeyin açıqlığı versin. Biliyinizi, öyrəndiklərinizi testlərlə möhkəmləndirin.